Ekzimer lazer yerli keyitmə ilə narkozsuz icra olunan əməliyyatlardır. Prosedur şəklində bir gün içində əməliyyat olunub, pasiyent evə yola salınır. Bunun üçün pasiyent klinikaya daxil olur. Öncəki göz müayinə nəticələri doktor tərəfindən təhlil olunur. Gözünə yerli keyitmə məqsədi ilə göz damlası, anestetik tökülür və əməliyyatxanaya yola salınır. Əməliyyatxanada steril salfetlə göz nahiyəsi bağlanır. Bundan sonra gözünüzü qapamayasınız deyə xüsusi alət, spekulum dediyimiz alət qoyulur və siz sadəcə işığa baxırsınız. Lazerin gözdə işləmə müddəti 10-15 saniyə, hətta bəzən çox kiçik rəqəmlərdə 4-5 saniyədir. Lakin bu müddət sırf sizin göz rəqəmlərinizə bağlıdır. Görmə zəifliyi nə qədər yüksək olarsa, lazerin çalışma müddəti o qədər çox olur. Pasiyent heç bir ağrı hiss etmir, qanlı əməliyyat deyil, kəsik yoxdur, tikiş yoxdur. Pasiyentdən daim işığa baxmaq tələb olunur və daim gözü su ilə yuyulurmuş kimi bir hiss olur. Əməliyyat bitdikdən sonra doktor pasiyenti otağa geri çağırır. Yenə mikroskop altında gözə baxaraq pasiyent evə yola salınır. Əməliyyatdan sonra nəyə diqqət etməli? Ən çox verilən suallardan biri də budur. 3 gün ərzində gözü su ilə yumaq, hər hansı bir çirkli dəsmalmı, bir şeymi toxundurmaq məsləhət deyil. 3 həftə ərzində sauna, çimərlik və hovuzdan istifadə etmək kimi əks göstərişimiz var. Xüsusilə gənc xanımlara və qadınlara isə bir həftə kosmetikadan istifadə etmək icazə verilmir. Lazer cərrahiyyəsindən sonra fiziki işlər məhdudlaşdırılmır. İstənilən idman növü ilə 3-5 gün ərzində yenidən məşğul ola, ağırlıq qaldıra, təmiz havada yürüyüş edə bilərsiniz. Qızlarımıza isə tövsiyəmiz, əgər hamiləlik planlanırsa, əməliyyatdan 6 ay keçməli, sonra isə planlı şəkildə hamilə qalmalı və hamiləlik periodunda lazer cərrahiyyəsi icra olunmamalıdır.